Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə sad hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 14-cü hərfi sad hərfidir. Bu hərfin məxrəci sin hərfi ilə demək olar ki, eynidir. Belə ki, bu hərf dilin ucu aşağı kəsici dişlərin və ya aşağı ön dişlərin ortasına dəyərək tələffüz edilir. Azərbaycan dilində olan s səsinin qalın və kobud formasıdır. Səsləməsini nəzərə salaq. Sad. 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 Sin hərfi isə incə bir hərfdir, yəni və onu səsləndirərkən, yəni kobud formada səsləndirmirik. Məsələn, sin, sin, sad, sad. Yəni gördüyünüz kimi sad hərfində sanki dişi daha çox belə deyək, dişlərin kökünə, yəni damaq hissəsinə daha çox sıxırıq. Ekranda hal-hazırda sad hərfinin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazış formasını görürsünüz. Gəlin praktiki olaraq həyata keçirək. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Deməli, bu formada yazırıq. Belə bir formada çəkirik və burada vururuq. Bir daha yazıram. Belə bir formada vururuq. İlk öncə soldan sağa doğru aparıram. Sonra yenə sağdan sola doğru. Sonra da bunu bu formada vururam. Kəlmənin əvvəlində yazış forması deməli, yenə soldan sağa doğru çəkirəm, yenə sağdan sola və düz formada aparıram ki, yəni buradan hər hansı bir hərfə birləşə bilsin. Yəni fikir verin, müstəqil formadakı elə bir bu hissə yoxdur. Yəni düz formada davam edir. Kəlmənin ortasında hər iki tərəfdən açıq olur, yəni ilk növbədə çıxıntı çəkirik, çünki özündən əvvəl hansısa bir hərf gələcək və daha sonra burada düz formada davam edəcək. Bir daha yazıram. Buradan çıxıntı qoyuram. Amma təbii ki, birinci çıxıntını vermək daha yaxşıdır, çünki siz kəlmələri sağdan sola doğru yazacaqsınız. Kəlmənin sonunda isə müstəqil formaya çıxıntı qoymaqla yazırıq. Deməli, çıxıntını veririk. Yenə çıxıntını veririk. Bir daha yazaq. Deməli, çıxıntını veririk. Daha sonra soldan sağa doğru gətirdik, yenə sağdan sola doğru bu formada. Siz də bu hərfin müxtəlif formalarını ən azı bir sətir yazaraq praktik edin, çünki yazmaq zehində bu hərflərini daha yaxşı yadda saxlamaya imkan verir. Bu qədər. Esselamu Aleyküm.